وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Selamun Aleyküm. Elhamdülillah qardaş, Allah razı olsun iftara görə, dəvətə görə. Allah o qardaşlar ki, iftar verir, Allah olan malına bərəkət versin. Və xüsusən bu iftar artıq Ramazandan sonraki iftardır. Və biz Şəvval orucunda hikmət nədədir? Şəvval orucunda. Hikmətlərdən biri odur ki, bildirir ki, ibadət bitməyib. Yəni, orucluq bir dənə Ramazana xas deyil. Orucluq davam eləyir. Hikmətlərdən biri odur. Orucluq davam eləyir. Ona görə ən yaxşı əməl hansıdır? Hansı yaxşıdır? Hansı ki, davamlı olar. Az olsa da davamlı olar. Biz şəriətə fikir versək, ibadəti çox az təyin edib bizə. Çox azdır. Sadəcə biz özümüz onları çox atmışıq. Məsələn, fikir verin, namaz 5-dir, sünnətlərlə. Hələ nafilər də duhadır. Gecə namazdan cəm eləsək, elə də çox sayılmır da. Amma məsələn, bidət əlinə fikir veririk, artıq nə qədər namazlar qılırlar. Və bunu biz hər bir ibadətin növündə şahid görürük. Həmçinin zikirlərdə də. Görürsünüz də, sufilər neyinir? Nə bilim, etaplar 17 Şaolinin qapısını oxşayır. Birinci qapıda nə bilim 1000 dənə la ilahe illallah hər gün deyir, sonra muridə şeyx artırır, deyir 10.000 dənə, sonra deyir 20.000. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem fikir versək, 100-dən artıq zikir gəlməyib ondan. 100-dən artıq zikir gəlməyib. Ona görə şəriətə fikir versək, şəriət rahatdır. İbadəti də bizə çox az deyib və lakin mükafatını da bildirib. Lakin insanlar qəribədir. Hələ biz dində olmayanlardan danışmırıq, dində olanlardan danışırıq. Yəni, görün nələrə əl atıblar da. Məsələn, çox şişirdiblər ibadətdə, ifrata varıblar. Hər bir məsələ etiqad cəhətindən, əməl cəhətindən. Biz görürük, xavaricləri necə ifrata vardılar. Məsələn, xuruc, hakimiyyə məsələlərində, xavariclər təkfiri məsələlərində. Görürük, murciyələr necə ifrata vardılar ki, yəni murciyələrin elə növləri var ki, deyirlər, iman ancaq qəlb təsdiq eləməkdir və ya tanımaq da Allahı. Onda hələ çıxır ki, olan sözündən şeytan da mömindir. İblis. Çünki iblis Allahı tanıyırdı. İblisin problemi nə oldu? İblis sadəcə səcdə eləmədi. Allahın əmrinin birinə müxalif oldu. Yoxsa o Allahı tanıyırdı, hər şeyi etiraf edirdi o. Ona görə qardaşlar, yəni dinimiz əlhamdülillah paklərə, ya qardaşlarla da söhbət edirik, o dinimizə tutunaq və bizi ancaq xilas ola biləcəyik dinimizlə. Dinimizlə, yoxsa özünüz görürsünüz də, cürbəcür adətlər, cürbəcür dinlər, cürbəcür etiqadlar, fikirlər çoxdur. Hətta görürük, cəmiyyətə biz indi öz aramızdayıq. Məsələn, cahillərin arasına gedəndə adam dəhşətə gəlir. İnsan, bu nə gündür? İnsanlar necə fikirləşirlər, necə nə gündədirlər? Fikirlərində, əxlaqlarında və s. Ona görə qardaşlar, dinimizə tutunmaq. Dinində tutunmaq necə tutunacaq? Elmlə, ibadətlə, əməllə, Allaha sıxınmaqla, Allaha dua eləməklə, dəvətlə. Və bunu tövsiyə edirəm qardaşları və elə olma ki, orucu bir dənə Ramazanda tutanlardan olma. Oruc həmişə davam edir. Quran bir dənə Ramazanda oxuyanlardan olma. Quran daim oxuyur. Gecə namazı, meçid, Ramazanda nə inirdi, hansı əməlləri, onlar hamısı davam edir və çalış, davamlı ol. O Peyğəmbər sallallahu aleyhi ve sellem birindən xəbər verəndə dedi ki, ondan xoşum gəlmədi. Gecə namazı qılırdı, sonra tərk elədi. Yəni, əməl davamlı olsun, az olsa da. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, Allaha ən sevimli əməl davamlı əməldir. Az olsa da. Allah razı olsun, Allah qəbul etsin hamımızdan bu Şəvval orucun, Allah müsəlmanlara kömək olsun. Və selamu aleykum və rəhmətullahi və bərəkətuhu.